elə gözəl bir məkandayam. Elə bir yerdəyəm ki, bilirəm ki, elə 3-cü mərtəbədən gözləyirlər bizi. Nüşabə xanım, yəqin mənə eşidirsiniz. Mən istəyirəm kameraman dostlarımız bax bu kətələri göstərsin. Yağın çox elədin sən, yoxsa yox, bu belə olmalıdır. Kətələr, hanı kabablar? Kabablar şişdədir, yavaş-yavaş hazırlanacaq. Kətələr sumağı ilə. Bəh, Nüşabə xanım, eşidirsiniz məni, qonaqlar eşidirlər məni. Bura danış. Narlıda varımızdır kətə. Pendiri də eləmişik. Xoş deyir Nüşabə xanım. Bəxt dedilər ki, bəs narlı da olsun, pendiri də olsun. 3 çeşid eləmişik. 3 çeşidlədir. Bəli. Narlı da var. Pendiri də var. Pendiri də var. Bəh, görüm çatacaq. 1, 2, 3, çatır. Mikail. Bəli. Bəli Şirin, təkcə göyərtilidir, yoxsa ətli də var qutab? Yox, göyərtidir, ancaq göyərti, göy qutabıdır. Onda o arasına kərə yağı sürtünüz biraz bol. Var, kərə yağı da var. Baxın, bax, kərə yağı. Seymur, kərə yağı, bir də orada balaca qəşəng. Kərə yağı da var, bəli, gətirirəm mən. Mənim üçün əgər varsa, motal pendirinə biraz da belə... Var, var, gətirirəm. Nüşabə xanım, gətirirəm. Seymur, öpürəm Seymur. Seymur, sən hazırla da o biriləri gətir. Bir də mən də əlcəklərimi çatmışam. Bəli, dəyərli tamaşaçı var. Günaydın Azərbaycandayıq. Bax bu kətələrlə bərabər mən Mikail qalxıram yavaş-yavaş, aram-aram, asta-asta, mığıyt yuxarıya və yuxarıda da bizi gözləyirlər. Dəyərli musiqiçilərimiz bir gözəl rəqs havası səsləndirək. Caka, bir gözəl rəqs havası.